Son vaxtlar kirayə mənzil axtaran vətəndaşlar arasında aldanma halları artmaqdadır. Ən çox rast gəlinən fırıldaq üsulu isə ev sahibi və ya vasitəçi adı ilə çıxış edən şəxslərin bəri başdan ödəniş tələb etməsi və ödəniş aldıqdan sonra isə əlaqəni tamamilə kəsməsidir. Çok güzel fotoğrafları olan bir eve denk geldik. Aradık. Bize bir hesap numarası attı. Dedi ki siz bize 5 manat atın. Biz evi sizin için saklayacağız dediler. Biz de 5 manatı attık. Sonra evi görmek için gittiğimizde adamlar hiçbir şekilde telefonumuzu açmadılar. Hiçbir şekilde bize dönüş de yapmadılar. Dolandırıldık. Sonra da zaten hiçbir şekilde bu bize ders oldu. Hiçbir şekilde hiç kimsenin hesap numarasına da biz para göndermemeye başladık. Biz 9 kere ev değiştirdik. O yüzden böyle bu konuda çok tecrübeliyim diyebilirim. Deyiblər ki, hə, ev boşdur, getmişik, görmüşük ki, ev doludur. Çağırıblar falan yerdə, baxmışıq, deyib bir ay gözləyin, bu çıxsın, ondan sonra siz gəlib oturasınız. Belə şey hallar var. Bəri başdan pul istəyiblər? Bəri başdan bəli istəyirlər kirayədə. Deyir ki, qalmamışdan qabaq, məsələn, 200 manatlıq evsə bəri başdan ver, sonra qal. Əməkdaşımız Aqil də kirayə dələduzlarının fırıldağının qurbanı olub. Baxdım ki, qəşəng normal bir evdir. 400 manatı inşaatçılar tərəfdə verirdilər. Qadın idi vermək istəyən. Azərbaycan nömrəsi falan idi. Hər şey qaydasında idi. Mənə bir şübhəli gəlmədi ki, bu dolandırıcı ola bilər də, fırıldaqçı ola bilər. Yazdım, sadəcə həmin anda elə bir adam biraz situasiyaya salırlar ki, təcil evi götürməyə gəlir başqaları, yəni başqa adamlar var. Siz beh göndərin. Mən evi saxlayım sizin üçün. Mənə dedi ayın 20-si çıxacam evdən. 21-i. Dedi 21-i evdən çıxacam. Mən də ayın təxminən 16-sı ya 17-si idi onunla əlaqə saxladığım vaxt. 21-i çıxacam, o vaxtda ki, siz beh göndərin, mən evi saxlayım sizin üçün. Mən də sadəcə biraz boşluğuma düşdü, həm də biraz tələsirdim. Mənə vacib ev lazım idi, elə təxminən həmin gün köçməli idim də, o dərəcədə. Həmin gün səhərçi köçməli idim mütləq, o dərəcədə vacib idi deyə. Bir anlıq dedim ki, tamam, siz mənə kart göndərin, mən sizə pul atıram. 100 manat məbləğində onun kartına pul göndərdim. Sonra zəng elədim, gördüm mesajlarıma gec baxır, zənglərimə cavab vermir. Mən buna dəfələrlə dedim, zəhmət olmasa açın, mesajlar yazdım. Gördüm baxmır, daha sonra bir xətt düşdü. Başa düşdüm ki, artıq yəqin ki, onun arxasıca düşməyən bir əhəmiyyəti yoxdur. Artıq fırıldaqçılara rast gəlmişdim, pulumu da uğramışdım. Dələduzluq hallarının qarşısının alınmasında hansı addımlar atılmalıdır? Vətəndaşlar bununla necə mübarizə aparmalıdır? Bununla bağlı əmlak eksperti Ramil Osmanlı ilə əlaqə saxladıq. Ramil bəy bildirdi ki, cəlb edici informasiyalar, şəkillər, video görüntülər təqdim etməklə vətəndaşları aldadıb, hələ də bu vasitələrdən istifadə edənlər var. Amma bir daha bizim vasitənizlə vətəndaşlara çağırış edirik ki, evi görmədən, onun mülkiyyətçisinin kim olduğunu bilmədən, onunla ilkin olaraq müqavilə bağlamadan, ilkin razılaşılmadan görmədikləri əmlak evə görə kiməsə pul göndərməsinlər və yaxud kimisə kartına pul atmasın.